Ey qardaşım, ola bilsin ki səni zəiflədən səbəb oturub durduğun insanlardır. Bir çoxlarının proqramı axşam yatıb, səhər durub işə getmək, işdən qayıtdıqdan sonra onun bunun yanına gedib boş bekar dayanmaq, bir sözlə günlərini belə keçirməkdir. Onlarla bir yerdə oturanda onlardan dünya söhbətlərindən başqa bir şey eşitməzsən. Danışdıqları ancaq ticarət, satılan torpaqlar, yeni çıxan maşınlar, təzə tikilən villalar və ən son futbol xəbərləri və s. ibarət olur. Necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem sahih bir hədisdə buyurur, Allah kiməsə xeyir istəsə, onun əyyənlarını, dostlarını yaxşı insanlar edər. Kimə xeyir istəməsə, onun dostlarını şər insanlar edər. Ey insan, ola bilsin ki, səni zəiflədən televizorda gedən əxlaqsız teleseriallardır. Ümumiyyətlə, televizor həm fərdlər üçün, həm ailələrin sabit qalması üçün, həm sağlam cəmiyyət üçün əqidə, sosial, əxlaq, ibadət baxımından bir çox təhlükə yaradır. Əqidə baxımından televiziyada nümayiş etdirilən əksər filmlər küfr əhlinin, batil şüarlarının və dini ayinlərinin təbliği ilə məşğuldur. Filmlərdəki bir çox dini simvolların televiziyada nümayişi xristiyanlığı təzim etmək, böyütmək və bu dini yaymaq xarakteri daşıyan missiyadır. Televiziyada əksər hallarda tövhidin əksi olan sehirbazlığın, falçılığın nümayiş etdirilməsi insanlar içərisində bu kimi batil inanclara maraq yaradır. Allahın düşmənlərinə qarşı istək, sevgi yaradır və nifrət hissini aradan qaldırır. Allahın güc qüvvətinə qarşı insanlarda şübhə yaradır. Bir sözlə insanlara Allahı və axirəti unutdurur. Sosial baxımdan qətil, qəsbkarlıq kimi kriminal səhnələrinin nümayişi cinayətə hərislik yaradır. Necə oğurluq etməyin, necə bank soymağın yollarını, fırıldaqçılıq və kələkbazlıq kimi cəmiyyətə mənfi təsir göstərən günahların edilmə qaydalarını öyrədir. Qadınların özlərini kişilərə, kişilərin qadınlara bənzətmə hallarına tez-tez müşahidə olunur. Yeniyetmələr alimlərdən və ziyalı insanlardan nümunə götürmək əvəzinə müğənnilər və aktyorlardan nümunə götürürlər. Televiziya qarşısında davamiyyətli oturmaq qohumluq əlaqələrini zəiflədir, iş görmə qabiliyyətini azaldır, ərlə arvad arasında münaqişə yaradır. Əxlaq baxımından kişi necə qəlbindəki aktrisalara təmas salırsa, eləcə də qadın aktyorlara təmas salır. Aktrisaların açıq-saçıq geyimləri abırlı insanların geyimlərinə də mənfi təsir göstərir. İnsanlardan həya sifəti yavaş-yavaş götürülür. Az yaşlı gənclərin necə tanış olmasını, necə söhbət aparıb, necə sevmələrini öyrədir. Bir sözlə gənclərin bütün fikri, zikri belə şeylər olur. Bu da cəmiyyətin gələcəyi olan gənclərin elmdən uzaqlaşmasına və gələcəkdə elmli kadrların azalmasına səbəb olur. Filmlərdəki nümayiş etdirilən zina səhnələri zinanın yayılmasına və çoxalmasına səbəb olur. İbadət baxımından gecə yarısına kimi televiziyaya baxmaq kişini gecə namazından və sübh namazını cəmaatla qılmaqdan və bir çox xeyirli işlərdən məhrum edir. Əgər kinoya baxarkən ibadətin vaxtı gəlirsə, ibadəti gecikdirir və yaxud aradakı reklam fasilələrində gedib tezbazar namazı başdan ötürə edir ki, bu namazın da tezliyi quşun yerdən götürməsinə bənzəyir və bu namaz da münafiqlərin namazına oxşayır. Belə şeylərə baxmaq qəlbdəki imanın nurunu öldürür. Allah Subhanahu taala bizləri qorusun. Ey insan, ola bilsin ki, başqalarını haqqa dəvət edərkən özünü yaddan çıxartmağın səni zəiflədib. İnsanları haqqa dəvət edirdin, amma öz nəfsinə və ailənə nəsihəti yaddan çıxartmışdın. İnsanların haqqa gəlməyi üçün çox yandırdın, amma çox keçmədi ki, özün də yandın. Özün də haqq yoldan azdın. Şeytan insanı birdən-birə aldatmır, yavaş-yavaş tədricən öz işini görür. Baxışlar, yaxınlaşmalar, danışıqlar, gülüşlər, düşüncələr, fikirlər, istəklər, hərəkətlər və s. Allah Teala Quran-ı Kərimdə buyurur, şeytanın hilələrinə aldanmayın, şeytanın addımlarına tabi olmayın. Bəqərə surəsinin 168-ci ayəsi. Sələflər bu ayədə keçən şeytanın addımlarını çıxılmaz quyular kimi baxırdılar. Ey insan, qulaq as gör, İbn Qayyim bu yerdə nə gözəl buyurur. Günahların acı aqibətindəndir ki, günahlar insanı savab işlərdən məhrum edir. Günahlar insana zəlillik gətirir. Günahlar insanın həyasını aparır. Günahlar qəlbin Allaha bağlılığını, Allaha tərəf yönəlməsini zəiflədir və ya qəlbin Allaha yönəlməsini tamamilə dayandırır. Günahlar Allahın öz qulunu unutmasına səbəbdir. Günahlar cənnətə gedən yolları unutmağa səbəbdir. Günahlar qəlbin bəsirət gözünü kör edir və s. Əgər bu günahın qabağı alınmasa, Allahdan adam üçün afiyət istəyirik.